Kimyanın ilk anlayışları dərsdən davam izah eləyirik. Deməli, deyir uşaqlar, molekulla atomun fərqindən danışırıq. Biz bilirik ki, maddələr molekullardan təşkil olunur və molekullar da öz növbəsində atomlardan təşkil olunmuşdur. Deməli, maddələr molekullardan, molekullar da atomlardan təşkil olunur. Gəlin görək, bəs molekul nədir, atom nədir? Deməli, uşaqlar, molekulun tərifini deyəndə biz deyirik ki, bütün maddənin öz xəssələrini, deməli, maddənin xəssələrini özündə saxlayan ən kiçik hissəciyə biz molekul deyirik. Atom isə maddənin kimyəvi cəhətdən bölünməyən ən kiçik hissəciyidir. Deməli, atom maddənin kimyəvi cəhətdən bölünməyən ən kiçik hissəciyidir və ya bundan əlavə deyə bilərik ki, müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət olan bir elektroneytral hissəcikdir. Deməli, atom elektroneytraldır. Müsbət yüklü nüvədən təşkil olunub, deməli, və mənfi yüklü elektronlardan. Burada biz elementləri görürük. Deməli, hidrogen, karbon, silisium, azot, deməli, hidrogen, karbon, silisium, azot, fosfor, oksigen, kükürt, flor, xlor, brom, yod, litium, natrium, kalium, kalsiumları biz növbəti dərslərdə daha ətraflı hər bir haqqında məlumat alacağıq. Barium, magnezium, sink, gümüş, mis, qızıl, alüminium, dəmir, civə, qurğuşun, manqan. Uşaqlar, gəlin biz indi bəsit maddə nədir, mürəkkəb maddə nədir, onun haqqında danışaq. Deməli, uşaqlar, bəsit maddəmiz var, bir də mürəkkəb maddəmiz var. Bəsit maddə eyni növ atomlardan təşkil olunan maddələrə deyilir. Məsələn, sadəcə hidrogen, ya da sadəcə oksigen, sadəcə helium, fosfor. Yəni, fərqi yoxdur. 2 dənə, 3 dənə, amma eyni maddə olmalıdır. Yəni, sadəcə hidrogen, sadəcə oksigen, sadəcə helium, sadəcə fosfor, sadəcə kükürt, bunlar bəsit maddədir. Yəni, eyni növ atomlardan təşkil olunub. Mürəkkəb maddə isə müxtəlif növ atomlardan. Məsələn, su, məsələn, sulfator su. Gördünüz, məsələn, su yazsaq, H2O. Deməli, bunun tərkibində həm hidrogen var, həm oksigen var. Deməli, bu nədir? Müxtəlif növ atomlardır və mürəkkəb maddəni əmələ gətirdi. Sonra baxırıq, biz bilirik ki, bəsit maddələr 2 cür olur. Deməli, birincisi metallar, ikincisi qeyri-metallar. Metallar döyülüb yaslana bilən, plastik, istilik və elektrik keçirən maddələrə deyirik, düzdürmü? Deməli, deyirik metallar istiliyi və elektriki yaxşı keçirir. Metalların fiziki xəssələridir, deməli bunlar. Döyülüb yaslana bilir. Döyülüb yaslana bilir nə deməkdir? Yəni, plastik də hər formaya sala bilirik biz. Və bir atomlu olurlar. Hamısı bərkdir. İstisna bir dənə civə var, uşaqlar. Civə maye haldadır, tamam mı? Amma qalan bütün metallar bərk haldadır. Deməli, metallar döyülüb yaslana bildi. Metallar plastik oldu. Metallar istilik və elektriki yaxşı keçirdi. Və metal parıltısına malik oldu. Qeyri-metallar isə bunun əksi. Metallar plastikdirsə, qeyri-metallar kövrəkdir. Metallar istilik və elektriki yaxşı keçirsə, qeyri-metallar istilik elektriki yaxşı keçirmir, yəni pis keçirir. Dedik, metallar bir atomlu oldular. Ancaq qeyri-metallar həm bir atomlu, həm çox atomlu oldu. Dedik, metallar sadəcə bərk oldu. Civədən başqa civə maye haldaydı. Ancaq qeyri-metallar hər 3 aqreqat halda oldu. Bərkdə, qazda, mayedə. Gəlin baxaq. Deməli, bir atomlu bərklər hansılardır? Yəni, tərkibində bir atomu var sadəcə və bərk halda olan qeyri-metallardır. Bir atomlu bərk qeyri-metalları bor, karbon və silisiumdur. Deməli, bir atomlu bərk, bor, karbon və silisiumdur. Çox atomlu bərklər, yəni, məsələn, fosfordan 4 dənə, yoddan 2 dənə, kükürtdən 8 dənə. Bunlar çox atomlu bərk qeyri-metallarıdır. Düzdürmü? Gəldik bir atomlu qazlara. Bunlar helium, neon, arqan, ksenon. Çox atomlu qazlar. Hidrogen, oksigen, flor, xlor, ozon, azot. Çox atomlu mayelər isə bromdur, uşaqlar. Brom da aşağısında 2 yazırıq. Ona görə bu çox atomlu oldu bəs. Yəni, sizə soruşa bilər. Məsələn, deyər fosfor, P4, yod 2, kükürt S8. Ancaq bor sadəcə bordur. Gördünüz mü? Bir atomludur. Karbon bir atomludur. Silisium bir atomludur. Yəni, adətən testlərdə deyir ki, məsələn, bir atomlu bərk seç, məsələn.
ya da çox atomlu bərki seç məsələn və yaxud da bir atomlu qazı seç desə, nə seçəsiz? Helium, neon, arqon, kison. Ya çox atomlu qazı seç desə, hidrogen, oksigen, flor, xlor, ozon çox atomlu qazdır və s. Gəldik biz metal parıltısına malik olan qeyri-metallar. Bunu da adətən soruşurlar. Deməli, metal parıltısına malik olan qeyri-metallarımız hansılardır? Baxın, qeyd edirəm. Silisium, qrafit, kristallik yod. Bax, bu üç maddəmiz metal parıltısına malikdir. Silisium dedik, qrafit dedik, kristallik yod dedik. Uşaqlar, gəlin biz allotropiyadan danışaq. Deməli, ümumiyyətcə, allotropiya nədir? Bəsit maddələrin derik sayı elementin sayından çoxdur. Deməli, bunun da səbəbi allotropiya hadisəsidir. Allotropiyanın sizə zaten tərifini soruşmur. Sizdən soruşduğu allotropiya əmələ gətirən elementlər hansılardır? Deyəcəyik, karbon, oksigen, fosfor, kükürt və silisium. Bunu soruşacaq sizdən. Deyəcək, allotropiya əmələ gətirən elementlər, deyəcəksiniz karbon, oksigen, fosfor, silisium. Bəs bunlar necə allotropik şəkil dəyişmələr olur? Bax, karbonunki olur almaz, qrafit, karbin, füllerin. Oksigeninki oksigen, ozon. Fosforunki ağ fosfor, qara fosfor və qırmızı fosfor. Kükürdünki plastik kükürt, kristallik kükürt. Silisiumunki amorf silisium, kristallik silisium. Bax, bu şəkildə. Yəni, sizdən soruşacaq karbonun allotropik şəkil dəyişmələri hansılardır? Oksigen allotropik şəkil dəyişmələri hansılardır? Fosforuncular hansılardır? Kükürdünkülər hansılardır? Və ya silisiumuncular hansılardır? Gəlin, indi danışaq. Əsas məsələ testlərdə bizdən soruşur, bəsit maddə yoxsa kimyəvi elementmi? Və bundan danışırıq, tamam mı? Bəsit maddə nə deməkdir? Kimyəvi element nə deməkdir? Deyir ki, məsələn, variantlarda soruşur, topluda da görəcəksiniz. Hansı kimyəvi elementdir? Və yaxud da deyir ki, oksigen harada kimyəvi elementdir? Və yaxud da oksigen harada bəsit maddədir? Və bunu bilmək üçün, uşaqlar, yadınıza saxlayın. Sərbəst haldadırsa bəsitdir. Nəyinsə tərkibindədirsə kimyəvi elementdir. Nəyinsə tərkibindədirsə kimyəvi elementdir, amma sərbəst halda bəsitdir. Məsələn, oksigen soruşur ki, kimyəvi elementdirmi, yoxsa bəsitdirmi? Bax, deyəcəksiniz, su nədir? Su H2O-dur, düzdür? Bax, suyumuz H2O-dur, düzdür? Biz görürük ki, suyun tərkibində həm hidrogen var, həm oksigen var. Görürsünüz, oksigen təkcə deyil, suyun tərkibində oksigendir. Deməli, bu kimyəvi elementdir. Ancaq oksigen havada desə, məsələn, havanın tərkibində oksigen də var, azot da ayrı-ayrıdırlar da, hər özü üçündür. Bu artıq bəsit maddəni göstərir, tamam mı? Deməli, dedik ki, havanın tərkibində olacaq bizdə sərbəst halda, yəni bəsit, sərbəstdirsə bəsitdir, nəyinsə tərkibindədirsə kimyəvi elementdir. Belə bu misal yadınıza saxlayın. Niyə belə oldu? Sileyim. Səliqə ilə yazaq. Deməli, suyun tərkibində oksigen element havanın tərkibində bəsit maddəni göstərdi. Gəldik bura, uşaqlar. Nisbi atom kütləsi ayırla göstərilir. Ayırın vahidi yoxdur, uşaqlar. Deməli, nisbi atom kütləmiz ayırdı, vahidi yoxdur. Nisbi molekul kütləsi, uşaqlar, mR-dir, onun da vahidi yoxdur. MR necə tapılır, uşaqlar? Məsələn, sizə verir ki, H3PO4-dür. Deyir, H3PO4-ün MR-ni tap. Uşaqlar, H3PO4-ün MR-i necə tapırıq? Biz görürük ki, burada 3 dənə hidrogen var. Düzdür, bax, H. Gəlin, bunu burada göstərim. Bax. Yazacağım sizin üçün. Aha, bax, yazıram. H3PO4, düzdürmü? H3PO4. Görürsünüz, burada 3 dənə hidrogen. Hidrogen aşağısında 3 var. Bir dənə fosforumuz var. 4 dənə də oksigenimiz var. Nisbi molekul kütləsi deməkdir ki, bunların hamısının cəmi. 3 dənə hidrogenimiz varsa, hidrogenin biri də ayır yazıb. Bax, burada. Ayır 1'dir. Görürsünüz, ayır 1. Yəni ki, bir hidrogenin 3 dənədir. Ona görə mən burada 3'ü 1'ə vururam. Sonra gəlirəm fosfora. Fosfor da bir dənədir. Ona görə bildiyi fosforun öz kütləsi 31'ə vururam. Sonra 4 dənə oksigenimiz var.
hər iki oksigen kütləsi və bu ayrı oksigen 16-dır. 4-ü 16-ya vururam. Deməli, sonda nə etdik? 3-ü 1-ə vurduq, hidrogeni tapdıq. 1-i 31-ə vurduq, fosforu tapdıq. 4-ü 16-ya vurduq, oksigeni tapdıq. Sonra bunları cəmləyirik, olur bizdə nisbi molekul kütləsi 98. Bu şəkildə tapılır nisbi molekul kütləsi Mr. Gəldik kimyəvi formuldan uşaqlar. Kimyəvi formul nədir? Maddə tərkibinin kimyəvi işarələr və indekslər vasitəsilə şərti yazılışına kimyəvi formul dedik. Deməli, kimyəvi formul nədir? Kimyəvi işarələr və indekslər vasitəsilə şərti yazılışdır. Düzdürmü? Baxın, sizə 3H2O desə, burada əmsal nədir, indeks nədir soruşsa, H2O-nun qabağında duran rəqəm neçədirsə, onun əmsalını göstərir. Amma məsələn, indeks desə, hidrogen aşağısındakı rəqəm, oksigen aşağısındakı rəqəmsə, onun indeksini göstərir. Bir də bizdən soruşur, kəmiyyət tərkibi nədir, keyfiyyət tərkibi nədir? Kəmiyyət adından göründüyü kimi say, yəni məsələn, atom sayı demək istəyir. Keyfiyyət də ki, onun tərkibində olan elementlər. Məsələn, H2O-da nə var? Hidrogen və oksigen var, düzdürmü? Məsələn, desək ki, kəmiyyət tərkibcə eyni olanları seç. Sən sayına baxasan. Hansının atom sayı eynidirsə, atom sayları eynidirsə, deyəsən kəmiyyət tərkibcə eynidir. Hansının tərkibində eyni elementlərdən təşkil olunubsa, deməli deyəcəksən keyfiyyətcə eynidir. Bax, məsələn, H2O, H2O2. Nə olsun ki, birində 1 oksigen var, birində 2 oksigen var. Hər ikisinin tərkibində hidrogen və oksigen var. Deməli, bunlar keyfiyyətcə eynidirlər. Amma kəmiyyətcə sorsa, artıq saya baxırıq. Məsələn, H2O2-də 2 oksigen, 2 hidrogen 4 elədir, düzdürmü? 4. SO3-də 1 kükürt, 3 oksigen, 4. Deməli, bunlar da kəmiyyətcə eyni oldular. Bu şəkildə. Deməli, bunlar da kəmiyyətcə. Kəmiyyətdə saya, keyfiyyətdə içindəki elementlərə baxırıq. Aha, gəldik kütlə payına uşaqlar. Kütlə payı omega ilə işarə olunur. Biz kütlə payını tapmaq üçün ayeri sayına vurub MR-ə bölürük, 100-ə vururuq. Bu heç öz qaydasını. İndi bunu nümunə ilə göstərəcəm sizlər üçün. Bunu dəqiq işarəliyim. Bu bizdə omeganı olur, düzdürmü? Gəlin biz bunu göstərək. Məsələn, nümunə ilə göstərən daha aydın başa düşülür. Məsələn, deyir ki, dəmir 2O3-də dəmirin kütlə payını hesablayın, düzdürmü? Dəmirin istəyir. Dəmirin ayerini sürətdə yazırıq. Dəmir 2O3-də izomerini məxrəcdə yazırıq. Bax, dəmirdə neçə dənədir? 2 dənə. Ayeri neçədir? Burada yazıb 56. 2-ni 56-ya vurursunuz, sürətdə yazırsınız. Çünki dəmirin kütlə payını istəyir də, düzdürmü? Dəmir 2 dənədir. Bir dəmirin də ayeri 56-dır. 56-nı 2-yə vurdum. Məxrəcdə isə dəmir 2O3-ün öz emerini yazırıq. Emeri də hesablamağı bayaq dedik. 2 dəmir var, 2-ni 56-ya vurduq, üstünə gəldik 3 oksigen, 3-ü 16-ya vurduq, cəmlədik, elədi 160. Deməli, 2-ni 56-ya vurub 160-a bölürük, onu da vuruq 100-ə. O deyildi 70%. Deməli, bizim kütlə payımız oldu 70%. Uşaqlar, kütlə nisbəti adından görüntü kimi həmin maddənin tərkibindəki elementlərin öz kütlələri nisbəti deməkdir. Məsələn, dəmir 2O3-ə gəlin. 2 dənə dəmir var, düzdür? 2-ni 56-ya vurub 112 yazmışam. Burada 3 dənə də oksigen var. 3-ü də 16-ya vurub 48 yazmışam. 112 bölək 48 nisbət nə deməkdir? Bölmə deməkdir. Dəmirin öz kütləsini, oksigenin öz kütləsinə bölürük. 112 bölək 48 ixtisar edir, o deyilir 7 bölək 3. Say nisbətidir, indekslərin nisbətidir. Yəni 2 dənə dəmirimiz var, 3 dənə oksigenimiz var. Ona görə 2 bölək 3 yazırıq. Bir də sırayla yazır məsələn. Dəmir birinci dəmirin 2-ni yazırıq 2. İkinci oksigen isə oksigen 2-ni yazırıq 3. Uşaqlar, kütlə nisbətinə görə formulun çıxarılması var. Deməli, kütlə nisbətinə görə formulun çıxarılması necə olur? Məsələn, sizə deyir, karbonun kütləsi hidrogenin kütlə nisbətini verir. 3 bölək 1. Düzdür. Məsələn, deyir, bundan formulu çıxar. Necə çıxarırsınız? 3 bölək 1 verib. Daba bu 3, karbonun 3-üdür. 1 də hidrogenin 1-idir. Birinci duranınkini birinci, ikinci duranınkini ikinciyə uyğun yazırıq. Karbonumuz 3-dür. Karbonun ayerini də burada yazmışıq 12. Hidrogen ayeri də 1. Karbonun kütlə nisbətindəki rəqəmi öz ayerinə bölürük. Bax, 3-ü bölürəm 12-yə. Hidrogen də 1-dir. 1-i də bölür, hidrogen kütləsi 1-ə. 3 böl 12 bölək 1 bölək 1. O da elədi 1 bölək 4. Deməli, karbondan 1 dənə, hidrogenden 4 dənə. Gördünüz, karbon aşağısında 1 durur, hidrogen aşağısında 4 durmuş oldu. Danışaq valentlikdən. Deməli, valentlik.
Uşaqlar, valentlik sabit və dəyişkən olmaqla iki yerə bölünür. Deməli, bir sabit valentli elementlərimiz var. Bir də dəyişkən valentli elementlərimiz var və biz bunları əzbərləməliyik ki, biz formul çıxaranda lazım olur bizə və çox mühümdür, yəni kimyada əsas anlayışlardan biridir. Deməli, uşaqlar, birinci, ikinci, üçüncü ayarım qrupda yerləşən elementlər yerləşdiyi qrupa uyğun sabit valentlik göstərir. Yəni, birinci qrupda yerləşirsə, dövrü qan dövr sistemində bu daha aydın olacaq sizin üçün. Yəni, birinci ayarım qrupunda yerləşirsə, bu bir valentlidir. İkinci ayarım qrupunda yerləşirsə, 2 valentlidir. Üçüncü ayarım qrupunda isə 3 valentlidir. Yəni, sabit valentli olur. Bir də 7-ci ayarım qrupuna yerləşən flor sabit bir valentlidir və bunu da yadımızda saxlayırıq. Bir də əsas yarım qrup elementlərindən istisnalar var. Flor, oksigen, azot. Bunlar istisnadır ki, bunlar yerləşdiyi qrupun nömrəsinə uyğun olurlar. Amma fon istisnadır, tamam mı? Əsas yarım qruplar yerləşdiyi qrupa uyğun olurlar. Amma flor, oksigen, azot bunlar istisnadır. Deməli, baxaq. Hidrogen, sabit valentlər deyirəm, yəni bir valentlilərimiz hansılardır? Hidrogen, litium, natrium, kalium, rubidium, sezium, fransiyum, flor. 2 valentlilərimiz oksigen, berilyum, maqnezium, kalsium, stronsium, barium, sink, civə bunlar. 3 valentli alüminiumdan bor. 4 valentli karbon. Ancaq bir oksigenin, bir də karbonun istisnası var. Oksigen CO və H2O-da 3 valentlidir, amma qalan hamısında yenə olduğu kimi 2. Bir də karbon CO-da bircə 3 valentli, amma qalan hamısında 4 valentlidir. Danışıq dəyişkən var idi. Bunları sadəcə əzbərləyə bilərsiniz uşaqlar. Bir də işlədikcə mexanik olaraq özü də əzbərlənir. Uşaqlar, mis 1 və 2 valentlidir. Dəmir, kobal, nikel bunlar 2 və 3 valentli olurlar. Silisium, flubium adətən 2 və 4 valentli olurlar. Azot 3 və 4 valentli olurlar. Fosfor 3 və 5. Xrom 2, 3, 6. Deməli, kükürt, selen 2, 4, 6. Klor, brom, yod 1, 3, 5, 7. Mangan 2, 3, 4, 6, 7. Bir də uşaqlar, valentliyə görə biz deməli, formul çıxaranda necə olur? Baxın, deyir ki, məsələn, fosfor, oksigen, düzdürmü? Oksigen 2 valentlidir. Fosfor da burada qeyd eləmişik. Bax, 3 və 5 valentli olur. Deyək ki, burada 5 valentlidir. Necə olur? 2 gəlib bura dayanır. 5 də gəlib burada dayanır. Yəni, o olur. Oksigen valentliyi fosforun ayağında, fosforunki də oksigen ayağında. P2O5. Və yaxud da baxın burada. Gəlin bir dənə ixtisara uyğun yazaq. Bir dənə bunu sileyim. Məsələn, xrom O-dur, düzdür. Bax, bura yazıram. Xrom 2-dir, xrom 2-dir bildiyimiz kimi. Oksigen 2-dir, xromdakı 6-dır. İxtisar eləyirik. 2 ilə 6-nı ixtisar eləyib, bu eləyir 3. 2 ilə 6 ixtisar getdi, 3-ə, 2-yə, xrom elədi 3. Denək, bu 1 qaldı da burada, düzdürmü? Xromun aşağısında heç nə yazmırıq, oksigenin ayağında 3 düşür. Bax, bu şəkildə oldu. Fiziki və kimyəvi hadisələrdən danışırıq. Fiziki və kimyəvi hadisələr nədir? Biz fiziki hadisədən, kimyəvi hadisədən danışdıq, amma fiziki və kimyəvi hadisədən danışmamışdıq. Uşaqlar, fiziki hadisələri seçin desə, kimyəvi hadisələri seçin desə, yenə deyirik ki, fiziki hadisə forması və aqreqat halı dəyişir, tərkibi dəyişmir, yeni maddə əmələ gəlmir. Bu fiziki hadisədir. Fiziki hadisəyə aiddir bayaq saydıqlarımız ərimə, buxarlanma, donma, sublimasiya, kondensasiya, desublimasiya. Yəni sadəcə aqreqat halı dəyişir. Ərimədə necə olurdu? Bərkdən maye keçirdi. Buxarlanmada və ya qaynamada necə olurdu? Mayədən qaza keçirdi. Donmada necə olurdu? Mayədən bərkə keçirdi. Sadəcə aqreqat halı dəyişir. Gördünüzmü? Bərk maye qaz istiqamətində dəyişir. Sublimasiya necə olurdu? Bərkdən qaza keçirdi. Desublimasiya necə olurdu? Qazdan bərkə keçirdi və s. Uşaqlar, kimyəvi hadisə zamanı tərkib dəyişir. Yeni maddə əmələ gəlir. Bunlara da aid, yəni kimyəvi hadisələrə sadəcə adlarını öyrənsəz kifayət eləyir. Piroliz, hidroliz, elektroliz, kreking, turşuma, qıcqırma, efirləşmə, hidratlaşma, dəmirin paslanması, korroziya, çürümə və yanma. Bunlar isə kimyəvi hadisələrdir. Sizdən soruşardım fiziki hadisəni seçin. Onu da seçəsiniz ərimə, buxarlanma, donma və s. Kimyəvidə isə nə seçəsiniz? Bu indiki saydıqlarımıza ki, bunda tərkib dəyişir. Aytən fizikini əzbərləyəndən sonra fizikləri çıxanda yerdə qalanlar kimyəvilər olur uşaqlar. Belə, ümid edirəm sizin üçün yararlı video oldu. İzlədiyinizə görə təşəkkür edirəm.